Salam, mən FES Akademinin təlimçisi Firuzə Hüseyni. Bugün sizə kəsirlərin çıxılması mövzusunun izahını verəcəm. Kəsirlərin çıxılmasında da iki hal mövcuddur. Ya kəsirlərin məxrəcləri bərabər olacaq, bu daha rahatdır. Əgər məxrəc bərabər deyilsə, birinci məxrəci bərabərləşdirəcəyik, daha sonra qaydamızı, yəni çıxmamızı tətbiq edəcəyik. Məsələn, 5-də 3 çıxılsın 5-də 1. Məxrəc bərabərdir. Hər ikisində də 5-dir. Məxrəc olduğu kimi saxlayırıq. 3-dən də 1-i çıxırıq. Cavab edir 5-də 2. Yox, əgər məxrəc müxtəlifdirsə, məsələn, yazaq ki, 5-də 4 çıxılsın 2-də 1. Baxın, məxrəclər müxtəlifdir. Yenə də ən kiçik ortaq bölən, yəni əkobu tapırıq. 5 və 2-nin əkobu 10-dur. Qarşılıqlı sadə ədədlər əkobları onların hasilinə bərabərdir. Ya da gedib vuruqlara ayırıb tapa bilərsiniz. Yəni 5 ilə 2-nin əkobu tapdıq 10-dur. Bunu 2-yə vuraram 10 olsun. Bunu da 5-ə vuraram 10 olsun. 10-da 4-ü 2-yə vurduq 8. Çıxılsın 5-i 1-ə vurduq 5. Cavab elədi 10-da 3.